Sona qalan iki yarışmacı artıq 4-cü raunddadır. Bu dəfə onlar təhlükənin üzərinə sanki gözü bağlı getməli, 6 xanadan hissələrə ayrılan kodları tapmalıdır. Vəzifə təklif olunan vaxt ərzində icra olunarsa, qonaq sandıqdan çıxan suala cavab vermək şans əldə edəcək. Sən buradan kömək eləməlisən ki, 2 dəqiqə ərzində tapsınlar. İnan ki, mən görmürəm orada rəqəmi. Yo, indi yaxından göstərəcəklər. Dostlar, 2 dəqiqəyə vaxtımız getdi. Buyurun. Buyurun, vaxtı nəzərə alaq. Çətin mərhələdir, razıyam. Narahat olmayın, rahatdır, narahat olma. Ehtiyatlı olun, quyruğu ilə vurur. Narahat olma, rahat. Ay sağ ol, çək qırağını. Cəld olaq. Əyla. Aha, tapıldı. Cəld. Yox, ağac da o, sayılmır, canavar. Var. Sağa, bana. Biraz sağa, qorxma. Gör, soğdu elə bir. Hə, götür. Ay, soloydu, götür, düz tapmışdı. Əcdaha. Götürdü. Götürənmədi, vurdu. Hara götürürsə rəqəm? Aha, o da Əlaçı. Sən iştirakçıların... Əla, mən inanıram sənə. Çox güclüdür. Mən inanıram sənə. Fidan xanım, birləşdirin, görün, rəqəm alınır. Cəld, vaxtımız kifayət. Canavar, zəifsən, canavar. Canavar! Nədir o? Birdir. Aha, bir var. Biri yığ oradan Rüfət. Hələ rəqəmlər var, tez. Onu axırda birləşdirər, əsas tapın. Ciyərə baxdı, ciyərə, ikinciyə. Narahat olmayın, heç bir şey yoxdur. O başı tıspağadır, narahat olma, tıspağadır. İkiniz də tıspağadır. Çıxart bir də oradan. Çıxartmadı. Bilmirəm ki, görürüm. Aha, 8 də. 8. 2 dəyə rəqəm qalıb, dostlar. Dostlar, nə olar? Rahat olun. Bunu öpü geçin. Qurtların içində ola bilər, ha. Əlinin altında da, götür onu, götür. Tapıb o, tapıb deyəsən. Neçədir o? Baxın, göstərin, 6. Bir dəyə rəqəm qalıb, dostlar, inanıram sizə. Tapdı onu da. Hələ belə olmayıb, 7. Hələ belə olmayıb, super. 7. Və açıldı. Bravo dostlar, bravo. Stop. İştirakçılar gəlir. Xanımı hələ belə saxlamamışdın. Sən belə şanslı adamsan, bilmirəm mən. Başı şoda olmuşdun Rüfət, qazanmışdın. Yox, başı şoda. Yox, qazanmamışdın. Ay maşallah, şansın əla gedir. Gəlir iştirakçılar. Xoş gəlir, gözəl komandam. Super. Canavar doğrudan da canavardır. Demək ki, düz eləyib bunlar. Xanım zirəndir. Bundan sonra udursam da olar, ha? Hara uduzursan, artıq finaldasan. Sən indi udsan, hamıdan önə keçirsən, artıq qalibsən. Bir dənə qaldı, bir dənə oyunumuz qaldı da. Bəli, hələ bir dənə də oyunumuz var. Əla. İştirakçıları təbrik edirəm. Təşəkkür edirəm. Gəlin bir də alqışlar komandamızı dostlar. Deməli, məsələ nədir Rüfət? Yenə sandıqdan sual çıxır. 400 xallıq sualdır. 4 dənə variant veririk və sualımız belədir. Olmadı da, sənki yaxşı gəlmişdin bura kimi. Sualımız gəlir ekrana. Bu filmlərdən birində Yaşar Nuri ilə Səməndər Rızayev baş rolda oynayaraq tarixi obraz yaradıblar. O hansı filmdir? Gümüşü furqon, bəyin oğurlanması, od içində, musiqili xaş. Deyim ki, Rüfət, ikili varianta gedə bilərsən, onda 400 xal yox, 200 xal qazanacaqsan. Bu hansı filmdir? Tarixi obraz. Yəni, Qədimi obraz, belə deyək. Gümüşü furqonu çıxaq onda, o deyil. Onda bəyin oğlaması da çıxaq. Gəl məsləhət görürəm, ikili varianta get. 400 itirsən, mən sənə deyim. İkili xan. Qalırsan 600 xanla 2 nəfərlə yarışmalısan. Tamamilə razıyım. Gəl, keçək bunu. Nəsə... Dostlar, ikili varianta gedirik. Tarixi obraz, öyle bəyin oğurlanması da nə saçdırsan mən? Mən səni saçdırmam. Tarixə düşüblər də onlar ikisi, düz deyirsən. Bəyin oğurlanması ikisi də əcdaha oynayıb da onların. Sual siz dediyiniz kimsə əgər ki, tarixdə qalıblar, əlbəttə bəyin olur. Bəyin oğurlaması Yox, mən tarixə. axı dedim tarixdə qalmaq məsələsi. Tarixi obraz. Onda od içində. Qədimi O film Yaxşı gəlmişdi. O film yaxşı filmdir. Yəni bəyin oğurlaması müasir filmdir və də orada elə bir tarixi obrazıdır. Yəni normal biri kənd soveti, məsələn bir də Bəli. kənd sakini. Bir də zavmaqdır.
Od içində. Od içində mən nəyə görə yanılıram? Baxmamışam o filmə, amma Baxmamısan ona görə. qalan odur. Və son qərar. Qərarım odur. Əgər tarixi tarix söhbəti gəlirsə, od içində. Adı da düz gəlir. Mən səni çaşdırmıram. Yox, çaşdırmırsan. Səndə var bu Bildim. xasiyyət, bilirəm. Gecə mesaj yazırsan mənə ki, sən elədin. Mən iyi Bu deyil. gün səhərə kimi yazacağam. Bilirəm, mən də söndürəcəm telefonu. Və son qərar. Od içində. Qəbul eləyim. Elə. Bəyin oğurlanması filmi təbii ki, hər birimizin baxdığı, sevdiyi filmdir. Çox gözəl obraz yaradıblar hər ikisi. Allah rəhmət eləsin. Bu o filmdir ki, orada Səməndər Rzayev, Yaşar Nuri çox gözəl tarixi bir obraz yaradıblar. Və deyərdim ki, tarixə düşüblər. Bəlkə də çox adam da görməyib. Niyə? Çünki o film qadağada olub. Qadağan olub. Bəli, od içində. Hələ ki, Rüfət Axundov qalibdir. Bəli. Çox sağ olun dostlar. Xatirə xanım da, Rəfail İskəndarov da uduzmuş sayılır. 2 aydan sonra, 3 aydan sonra təxmini əsas qalib bilinəcək. Amma bu günün qalibi hələ ki Rüfət Axundovdur. Hər verilişdə qalib Rüfət Axundov göstəriləcək. Təbrik eləyirəm səni Rüfət. Hələ 5-ci mərhələmiz Təbrik var ki, edirik. 5-ci mərhələni keçsən də 800 xal 2-yə vurulacaq. Bu eləyir 1600 xal. Görək, indi heç kimdən fikir almıram. Göz qaş işarələri olmur. Rüfət, finala kimi göndəririk? 2 yoxsa 3? 3 sən axıra kimi bizimlə gələcək. Fikrin dəyişmir, xanım. Yaxşı, belə bir fikir soruşum səndən. O xanım kimdir ki, belə güvənirsən? Tam səmimi güvənirəm. Xanım olduğu üçün güvənirəm. Xanım. Bəlkə 2 nömrə də xanımdır. Yox, 2 nömrə xanım belə. Mən hər oturuşa, duruşa fikir verəm. Son qərar. 3 mənə də axıra kimi 2 maskasını. 2 nömrəli iştirakçı ayağa qalxır, üzünü çevirir. Amma çox sağ ol. Fəal. Deyim ki, İştirakına Rüfət, görə o da çox gözəl. bu sahənin insanıdır. Doğrudan? Bəli, müğənnidir. Hətta. Hətta istedadlı bir insandır. Ha, nə gözəl. Lap. Sənin də xətrini çox istəyir. 5 4 3 2 1 Amasyanın altında Bravo. Bravo. Xeyir olsun. Deyəsən. Çox böyük təşəkkür düşür. Artıq finala Həm kimi gəldi. ürəkli, həm istedadlı, maşallah. Bəli, olsun. çox istedadlı. Deyim ki, bu gün Rüfətin qalib olmağında səbəbkarlardan biri də sənsən. Çox sağ ol. Əyləşirsən, yanımızdasan. Tərbiyəli, ziyalı. Buyur. Mən Rüfət bəyə böyük hörmətim var, çox istəyirəm. Çünki bizim sənət çox çətin sənətdir və bu çətin sənətdə o öz addımları ilə özü irəli gedib. Ona görə ona xüsusi hörmətim var. Baxmayaraq bu gün o qədər çıxışlarım var. Amma ona rağmen hətta o canavarın orada nəfəs yerisi o qədər az, bayaqdan nəfəsim kəsilirdi. Təşəkkür Amma edirəm. ondan belə yenə də mən həmişə onun yanındayam. Biz Rüfət bəyə çox istəyirik, o bizim əzizimizi dəyərli Çox sağ ol. qardaşımız. Çox sağ ol. gözəl sənət. Təşəkkür edirəm. Bayramınız mübarək. Çox sağ ol. Təşəkkür. Biz də evimizdə valideynlərim mən bura gələndə etirazımı bildirdilər. Tam səmimi olaraq deyəcəm ki, bu oyun qorxulu oyundur. Orada qorxulu heyvanlar var, getmə belə. Amma mən dedim yox, ilk öncə orada Rüfət bəy var və mən ondan yarışmaq istəyirəm.